Bugün 16 iyul 2026-cı ildir. Mən Şəkər Əliyev İbrahim Əhlimanoğlu, Kəlbəcər rayon Almalı kəndinə məcburi köçkün düşmüş. Hal-hazırda Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Cənab Prezidentin bizə təqdim etdiyi Ağdərə rayon Həsəniz kəndində yaşayırıq. Bizə verilən evin problemlərini işıqlandırmaq istəyirəm. Mart ayının 17-sindən bura köçmüşük. Bura heç bir nümayəndə gəlmir. Emin adlı şəxs Ağdərə ərazisində oturur. Bizim nümayəndəmiz adlandırılan. Dəfələrlə yığıram, bura gəlmir. Tenderdə qalib gəlmiş. Proform şirkəti bu evlərin təmirini eləyib. Ancaq bir neçə problem var ki, hələ də gəlib aradan qaldırmır. Biz çox əziyyətlər çəkirik. Burada gördüyünüz bu torpağı buradan qazıb evin arxasına veriblər. Göstərim sizə. Evin arxasında yarğan yanıb. Töhmə torpaq olduğu üçün evdə böyük nəmişlik, su axını yaranıbdır. Xahiş edirəm görəsiniz, hər bir kəs görsün. Həmin selin suyun gəlməsi nəticəsində evdə böyük nəmişlik yaranıb, yaşamaq mümkün deyil. Evin torpağı, arxasını torpaqla doldurduqları üçün buranı zirzəmi hesab edib, nəmişlik yaradıb, sonra da təmir eləməyiblər. Bu cür evi zirzəmi hesab edirlər. Baxın, görün, aidiyyatı qurumlar. Belə bir ev hündür şəkildə torpaqla doldurublar. Çox böyük nəmişlik. Evin hər bir tərəfi nəmişlikdir. Kimə də müraciət edirəm, yaxın gəlmir. Proform şirkəti gah deyir ustam yoxdur. Gah deyir ki, büdcəmiz yoxdur. Biz də çətinlik qarşısında qalmışıq. Aidiyyatı qurumlardan, Ali Baş Komandanımızdan kömək istəyirəm. Xahiş edirəm, kömək eləsinlər.